Yeni gündə hər birinizi salamlayıram, mənim dəyərli izləyicilərim. Arzunun mətbəxinə, yeni videosuna, kanalına xoş gəldiniz. Nətərsiz? Məni soruşsa şükür Allaha. Mən də yaxşıyam, Allahımızın bu gününə şükürlər olsun. Hamınıza da can sağlığı arzulayıram. Xanımlar, bugün bir yeni video ilə qarşınıza gəldim. Buna mən badımcan qəlyanaltısı da deyərdim, hətta yeməyi də deyərdim. Mən indi hazırlayacağım, proses necə gedir, hamısını sizin qarşınızda edəcəm. Siz də baxın, diqqətlə izləyin və öz dəyərli fikirlərinizi mənə yazarsınız inşallah. Xanımlar, yenə həmişəki kimi hazır formada gəldim qarşınıza. Hər bir şeyimi hazırladım, ərzaqlarımı doğradım, badımcanı qızartdım. Demək nətərdir xanımlar? Qoy mən deyim hamısını, siz də diqqətlə qulaq asın və izləyin. Çox maraqlı bir qəlyanaltıdır. İlk öncə badımcanı mən qabığını soydum. Qəşəng doğradım, duzlu suda saxladım bir yarım saat. Sonra kökümüzü pörtdətdim, biraz yumuşatdım. Burada hardasa 2 ədəd kök var. Onu qəşəng nazik uzun doğradım. Bir parça belə toyuğun sinə ətidir. Onu yumuşatdım, xırda doğradım. Burada bizim cəfərimizdir yarım dəstə. Burada da bizim bir baş sarımsaqdır. Burada da bir oca yaxın qoz ləpəsidir. Bunu da xırdalayıb hazır vəziyyətdə yığmışam stolun, masanın üzərinə. Burada da xanımlar bizim qaymaqla smetanımızı qatışdırmışam. Hazır formada qoymuşam masamıza. Xanımlar, demək necədir? Birinci mən bura töküm toyuğun sinə ətini. Kökümüzü əlavə eləyək. Sarımsağı tökək. Sarımsağı da nazik uzun sov doğramışam. Bilirsiniz də qozla sarımsaq kökə belə badımcana xüsusi dad verir. Çox belə dad verir. Qozla sarımsaq badımcana. Tökək cəfərimizi. Duzumuzu tökək bir balaca. Ağız dadına uyğun. Kim istəsə xanımlar, smetanın yerinə, qaymağın yerinə. Qaymaq əvəzi smetanla mayonezi də qatışdıra bilər. Sadəcə mən qaymaqla smetanı qatışdırıb, bir balaca da duz tökmüşəm. Bax belə. Xanımlar, bu içliyimizi biz qatışdıraq. Bir dəqiqə. Burada bizim olan pendirimiz də var. Onu da süzgəcdən keçirib hazır qoymuşam. Servis eləyəndə göstərəcəm sizə. Dəyərli xanımlar. Belə. Hər bir ərzağımızı əlavə elədik. İndi mən bunu qəşəng qatışdırım. Hamısının dadı bir-birinə çıxsın. Xanımlar, mənim dəyərli bacılarım. Niyə belə zəif işləyirsiniz? Arzu xanıma layiq qoymursunuz. Rəylər az gəlir. İnanırsınız?
kanalım geriləmək istəyir ha. Məni qoymayın geriyə düşüm. Sonra YouTube məni qəbul eləməz. Bundan qabaqki videolarımı YouTube'a yerləşdirmişdim. Bəyənən çox olmuşdu, amma yenə də azdı. Allah sizləri var eləsin. Sizin orada yenə deyirəm, 30 saniyə, 1 dəqiqə vaxtınız gedəcək. Amma mənim üçün o 30 saniyə, 1 dəqiqə çox dəyərlidir. Çox. Məni qabağa aparır ona görə. Hamınızdan xahiş edirəm. Bir bacı kimi. Mən də sizin biriniz. Mənə abunə olun. Rəylər yazın. Yorumlar yazın. Fikirlərinizi bildirin. Mənim sahadım artsın. Baxış sayım artsın. Biraz mən dala qalmışam kanal olaraq. Yenə deyirəm, sizdən asılıdır. Əməyə, əziyyətə qiymət verin. Dəyərli xanımlar, vallahi bu videonu çəkincə neçə dəfə yenə deyirəm. Yandırıram, söndürürəm, dəyişirəm. Səsim yavaş getdi, səsim bərk getdi. Belə oldu, elə oldu. Falan ərzaq yaddan çıxdı. Təzədən bir də yenidən başlayıram. Ona görə də xanımlar, belə işlərə qiymət verin, xahiş edirəm. Çünki siz özünüzdə xanımsınız. Adicə evimizdə iş görürük. Biraz işimiz çətinə düşəndə deyirik, bu niyə belə oldu, təzədən yerə gərək mən bir də bunu eləyim, təzədən başlayayım bu işi. Bax, bu vlog çəkmək ondan da çətindir xanımlar. Vallahi, blogerlər, kanalı olan xanımlar qəşəng bilirlər. Çox çətindir vallahi. Yenə də deyirəm, mənə abunə olun, fikirlərinizi yazın, qabağa aparın məni. Əgər bir nəsə maraqlı bir şey yoxdursa, mən mətbəximdə sizin üçün, onu da mənə yazın. Və yaxud da nə ürəyiniz istəyir, yazın pişirmək üçün, salatmı, yeməkmi. Bax belə xanımlar. İndi mən başlayım badımcanımızı servis eləməyə. Elə sizin gözünüzün qarşısında. Sonra da qəşəng Nuşicanla hərə bir tikə yeyəcək. Allah hamının ruzusun bol eləsin, süfrəsini dolu eləsin, qazancını artıq eləsin, canını sağ eləsin. Elə hamı evində hər şey hazırlasın ailəsi üçün, evlatları üçün, nəvələri üçün. Xanımlar, demək bu içilikdir. Mən bunu yığıram badımcanın, qızartdığım badımcanın üzərinə. İnanırsınız, o qədər qəşəng buradan qoxu, ətir gəlir. Sarımsağın, qozun, cəfərinin, hamısının qatışıb bir-birinə ətiri. Demək olar ki, xanımlar, bunu biraz özüm əlavə elədim. Belə badımcan salatları, desertləri, nə bilim, qəlyanaltıları çox olur. Sadəcə buna mən əlavə elədim pendiri, qozu, bir də sarımsağı. Bax belə mənim gözəl bacılarım. Diqqətlə baxın, hamının evində olan bir ərzaqdır. Elə əlimlə də töküm pendirimizi. Pendir də çox dadlı, xüsusi dad verir, faydalı bir qəlyanaltıdır. Siz də istəyərəm eləyəsiniz, hazırlayasınız. Bax bu gözəl qəlyanaltından oturub nuş eləyəsiniz. Arzunun mətbəxinə baxıb nuşicanla yeyəsiniz. Bax belə xanımlar. Xanımlar, bax belə bir qısa mini video çəkdim sizin üçün. Çox rahat, çox dadlı, çox qəşəng, necə deyərlər, faydalı bir qəlyanaltıdır.
Xanımlar, yenə deyirəm, mənə dəstək olun, dəstəyinizi əsirgəməyin, məndən heç vaxt. Mən yenə deyirəm, səhhətimlə əlaqədar mən 6 ay videolar çəkmədim, YouTube'a yerləşdirmədim. Ona görə də biraz gerilədim. Sonra da yenə ara verə-verə mən videolar çəkdim, yerləşdirdim kanalıma. Amma ona görə də yəqin ki, bəlkə də nə bilim, mənim günahım olubdur. Gec videolar çəkdim, səhhətimlə əlaqədar. Ona görə mənim abunə sayım, baxış sayım çox azaldı. Yenə də sizdən asılıdır. Mənə abunə olun, saadım artsın, videolarıma baxın axıratan. Xanımlar, gözəl göyçə xanımlar, bacılar, videoma axıratan baxın ki, mənim saadım bitsin. Saadım bitməyəndə YouTube mənim köhnə videolarımı silir. Bir-bir silir. Onda mənim saadım dala düşür. Ona görə də mənim bu sözlərimə xahiş edirəm. Diqqətlə yanaşın, dəyər verin. Sizdən asılıdır. Allah hər birinizdən razı olsun. Allah bizlərə də can sağlığı versin. Bu yay vaxtı, yay fəslində ürəyimiz istədiyi videoları çəkək, sizin qarşınıza çıxaq, sizi də məmnun eləyək, siz də mənə motivasiya verin, məni həvəsləndirin, mən də daha qəşəng videolar çəkim, ruhlanım, sizin qarşınıza tez-tez çıxım. Başqa bir şey istəmirəm sizdən. Allah hamınızı var eləsin. Öpürəm sizi, özünüzdən müğayət olun. Allaha əmanət olun. İnşallah görüşərik.